bir neçə dəfə Daxili İşlər Nazirinə, dövlət başçısı, möhtərəm prezidentimiz sizə, Bakı şəhər İcra Hakimiyyətinə, Yasamal rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlər ilə bağlı idarəyə, nazirliyə zəng eləmişəm. Rəsmi qaydada müraciət eləmişəm. Daxili İşlər Naziri sizə də aiddir bu söz. Hörmətli vilayət müəllim, sizə də aiddir. Sizə də müraciət eləmişəm ki, vətəndaşlar yaşayış şəraitinin yaxşı olması ilə əlaqədar rəsmi qaydada müraciət köməklik istəyiblər sizdən. Sizə Daxili İşlər Naziri sizə niyə müraciət ediblər? Çünki o müraciət eləyənin həyat yoldaşı Daxili İşlər Nazirliğində neçə illər xidmət edib, xidməti vəzifəsini icra eləyərkən rəhmətə gedir. Bu gün onun ailəsi burada küçədə qalır. Kvartirant qalırsa, bir gün də oranı boşaltmalıdır. Mən dəfələrlə zəng elədim, elementar bir şey deyim. Baxın, görün, dövlətdən gələn mənə cavablara baxın. Hamısına. Rəsmi qayda, bilirsiniz, mən ona görə bunları eləyirəm ki, çünki onlar da mənim kimi qazidirlər, döyüşdə olublar. Onlar əskərin də qədrini bilirlər, onların ailəsinin də qədrini bilirlər. Sizə aid deyil. Cənab Nazir, sizə demək istəmədim. Bu işlə məşğul olan qurumlara aid deyil. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə aid deyil. Çünki onların çatmır. Gücü də çatmır, güya maraqlanmırlar. İndi elementar bir şey deyim. Cənab Nazir, hörmətli vilayət müəllim, mən sizə qısa bir müddət deyim, bəlkə də 2-3 ay bundan qabaq rəsmi qaydada müraciət elədim. Doğrudan da həmən Əliyeva Nailə Yusif qızını qəbul eləmişsiniz. Siz özünüz yox, əməkdaşlarınız. Və yönəldiblər Daxili İşlər Nazirinin hansısa bir qurumda bu işlə yəqin ictimaiyyətlə şöbədir və yaxud da belə götürək bu evlə bağlı olan məsələlərlə bağlı müraciət edilir. Ona köməklik eləmədiniz. Sizin əməkdaşlarınız eləmədiniz. Bəli, sizin səlahiyyətiniz onda deyil. Amma sizin çox səlahiyyətiniz var. Rəsmi qaydada müraciət edə bilərsiniz, yenə də eləməyəcəklər. Mən sizə elementar bir şey deyim. Dünənləri bizim əməkdaşlarımız Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31-65-də, üzr istəyirəm, bir dəqiqə, 31-65 ünvanında yerləşən Əliyev adına Azərbaycan Dövlət Həkimlərinin Təkmilləşdirmə İnstitutunun opiştelində olublar. Gül kimi təzə binalara baxanda opişteldir. Orada 204 dənə öğrenci kvartira var. Onu hardasa bir həftədir, 8 gündür güya Fövqəladə Hallar Nazirinin əməkdaşları gəlib oranın qazını kəsiblər. Qazsız qalıblar. Mənim söz demirəm. Onların göndərdiyi, onların yazdığı rəy buradadır. Ama bu onların rəyidir. Fövqəladə Hallar Nazirinin göstərdiyi sənədlərdə rəyləri budur. Bu rəy yazır, Fövqəladə Hallar Naziri özü straxov gelir ki, sabahları orada propan qazından nəsə bir hadisə baş versə mənlik deyil. Ha, mən dedim, sözümü getdim. Cavabdeh kimdir? Bunlar yönəldirlər bunu Təkmilləşdirmə İnstitutunun rektoruna. Qardaş, orada neçə illədir Təkmilləşdirmə İnstitutu çoxdan da oradan uzaqdır. Bina onlarındır. Amma orada qaçqın məcburi köçkünlər yaşayırlar. Yasamal rayonu Tbilisi prospekti 31-65 ünvanında yerləşən Əliyev adına Azərbaycan Dövlət Həkimlər İnstitutunun Həkimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasıdır. Yataqxananı bugün eləyiblər, qaçqın və məcburi köçkünləri yerləşdirirlər. Hardasa bir 6 ay bundan qabaq biz orada şikayət daxil olmuşdu. Biz orada jurnalist araşdırmasını apardıq. Orada görənləri bir Allah bilir də, nə narkotik var, özür istəyirəm, məni başqa düz yolda olmayan xanımlar haqqında söhbət gedirdi. İşlədik, çəkdik, verdik, rəsmi müraciət elədik. Sağ olsun, Daxili İşlər Nazirinin 28-ci polis bölməsindən ora aşağıya, vaxtıya hamısını çıxartdı, qoydu, polislər dayanırdı. İndi polislər də orada dayanır. İndi baxın, görün, həmən opişteli, həmən yataqxananı nə günə qoymusunuz? 204 otaq var. Bu dəqiqə mən gedim, siz gəlin, onların Yasamalın nümayəndəsi gəlsin, gedim sizə 30 dənə boş otaq, bulomlu otaq göstərim ki, bombulun boşluğu alıb, bağlayıbsınız, heç kimdə yaşamır. Mən sizə yazmışam, burada 4 uşaqla qalıb küçədə, orada ev verə bilmirsiniz, orada bu daha, göndərdiniz, bu daha. Qaçqınlar məcburi köçkünlərin işlər üzrə Dövlət Komitəsindən kim yazıb?
Müvəqqəti Məskunlaşma Komissiyasının sədri Fuad Hüseynov. Qardaş, bax budur sizin. Bax budur, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri. Yerim yoxdur, yerim yoxdur, mən sizə yer tapıram. Niyə vermək istəmirsiniz? Bulun boş qalıb, bulamlayıbsınız orada. Niyə cəmaata baxmırsınız? Niyə 8 gündür cəmaatın qazını kəsmişsiniz siz oradan? Oradan qazdaşınmadan deyir, bizim xəbərimiz yoxdur, orada qaz gedir. Nətər? Qaçqınlar 60 manat pul alırlar. 33 manatı sizə ödəyirlər hər ay. İndi siz baxın görün, o ofişildə həkimləri təkmilləşdirmin. Burada belə quruma bax, elə bir mafiyadır, nəsə bir qurumdur da burada. Qazı bir yana qalsın. Oranın təmiri üçün JEK var da oranın və yaxud da belə qədər icra nümayəndələri var. Hamısının adlarını da deyə bilərəm. Nazim Müəllim Pənahova deyir, üzümü tuturam, sonra onları deyərəm, o birlər deyərəm. Burada mənim qaçqınım çöldə qalıb, özü də polisi, Daxili İşlər Naziri xidməti zamanı rəhmətə gedib, canını qurban verib, ailəsi çöldədir, orada dırnaq salonu açılıb. Dərzi salonu açılıb. Siz baxın görün nə gündədir. Niyə vermirsiniz? Niyə ver? Gəlin gedək göstərin, bu dəqiqə bombolun boşdur. Otaqlar boşdur. Biri deyir mənlikdir, atır ki, orada bu şeylərin hamısına Niyaməddin müəllimcan. Niyaməddin müəllim mən bilmirəm kimdir. İcra nümayəndəsidir, JEK-in müdürüdür, bələdiyyəsə bilmirəm. Amma mən bilirəm ki, Rövşən Rzayev özündə təzə mavin tapıb, birinci dəfə gələndən, şikayətdən sonra bu işi örtbasdır elədiyinə görə özü həmən Şəhriyarı icrada işləyən qaçqın məcbur köçürmə baxan Şəhriyarı özünə mavin götürüb. Siz neyinmək istəyirsiniz? Dağıtmaq istəyirsiniz, dağıdırsınız da olsun da. Orada deyirsiniz, qazda xəbərimiz yoxdur, orada qaz çəkilib. Başa düşmədim, indiyə kimi verilən qazın pulu hara gedir? Ciblərinizə gedir. İndiyə kimi hər il qaçqın məcburi köçkün yaşayır deyin. Orada deməli, ora üçün ayrılan, təmir üçün ayrılan pullar hara gedir? Bu üçüncü, ofişlərin böyrünə geçmişik, həmən ofişlərin. Deməli, bax bu qədər məsafədən setka çəkmirlər, yüzlərlə tökçü saxlayırlar. Başının mərkəzi deyil burada. Niyə Bakı şəhərin və yaxud da ki, insanlarına baxmaq istəmirsiniz? Niyə Bakını siz belə bu milləti prezidentin üstünə qaldırmaq istəyirsiniz? Neyi eləmək istəyirsiniz bundan? Neyi eləmək istəyirsiniz bundan? Əminik ki, qısa bir müddətdə bu haqda böyük bir reportaj hazırlayıb, efirə buraxacağıq. Amma hələlik tələsmirəm. Əminəm ki, bugün sabah Fövqəladə Hallar Naziri məsuliyyəti boyundan atdı ki, bəli, özümüz getdik, öyrəndik ki, həmən ofisdə 6 nəfər adam var. 6 nəfər adam qeyri-qanunu turbadan, 15'li turbadan istifadə edib qaz çəkiblər. Başa düşdük. Orada yüzlərlə adam var. Siz deyin görün, onlarda qoca qadın da var, yaşlı qadınlar da var, ailəlilər də var, uşaqlar da var. Siz mənə deyin, o 6 nəfərə görə siz bütün qazı kəsib nə eləmək istəyirsiniz siz? Siz ondan nə demək istəyirsiniz? Bəlkə o 6 nəfəri ilə tutuyorsunuz, aparıb məsuliyyətə cəlb eləyəsiniz, qutardı. Cəmaatın da qazın verin, qış vaxtıdır. Soyuqda dondurub öldürmək istəyirsiniz bunları. Biz, prezidentimiz həmişə deyir, dünyanın 14 dövlət, xarici dövləti qaz satırıq. Qaz satırıq. İndi Bakının mərkəzində qaz yoxdur, vermir burada. Onun pulunu da sizlər mənimseyirsiniz. Ay, Azərqaz ASC-nin rəhbərliyi, hara baxırsınız? Xəbəriniz yoxdur sizin. Cəmaatı dolamayın. Bir də deyirəm, öz fikrimi deyirəm. Prezidentin sözüdür bu. Xahiş edirəm, şəhid ailələrinə, qazilərə diqqətli olun. Oranı həmən həkimləri təkmilləşdirmə institutunun yataqxanasını kolxoz bazarına döndəriblər. Bir adam alır, 1000 manata satır, orada otaqları 200 manata aylıq arenda verir. 1000 manata başqası satır, gedir. Orada qaçqınsınsa, sənə ev veriblərsə Gəncədə, get yaşadın, day burada qutardın. Başlayır, kim almaq istəyir, gəlsin. Gör, dövlətin idarəsini hərraca qoyubsunuz siz. Bunu siz yaratmışsınız. Siz, keçən dəfə dedik, bir adamı cərmə elədiniz, tutdunuz, yaxın neynədiniz? Kombinatör içində gəldi, sizi də gördü, hamınız bir-birinizlə əlaqəlisiniz. Buna son qoyulacaq. Hələlik, Azərqaz ASC-dən xahiş edirik. Ən aşağısı, yaşlı qadınlara, şəhid ailələri orada var, qazilər var, qazi ailələri var. Onlara xatir 8 gündə oranın qazını, 8 gündən də artıq, bəlkə 9 gündür. Qazını kəsmişsiniz, gedin orada sayğaz qoyursunuz. Necə? Onları qazlaşdırma ilə təmin edir. Ayıbdır, bizə gülərlər.
Dünyanın 14 dövlətində Azərbaycan qaz satır. Özünün Bakı şəhərində binasında qazı yoxdur, vermək istəmir. Sizcə buna nə ad vermiyorlar? Mən bu qədər. Əminik ki, orada adları çəkilən Niyaməddin müəllimdir, Rövşən Rızayev, Şəhriyar, siz onlara cavab verəcəksiniz. Bir də Yasama rayon icra hakimiyyətinin başçısına bir də xahişlə müraciət edirəm ki, o qadının burada sənədləri hamısı var. Boş otaqlar çoxdur. Sizdən xahiş edirəm. Onu dəvət edin. Sizdə sənədlər var, Qaçqınqolunda da var. Rəsmi sənəd Dünya Kriminal Qəsdinin adından daxil olub. Onu dəvət edin. Aparın verin, bu ailə çöldə qalmasın. 4 uşaqdan günahdır. Özünüzün balaları kefdə damaqda xaricdədir, özünüz bilərsiniz. İcazə verin, burada canım qoyam, torpaq üçün canım qoyam. Torpaq üçün canım qoyam. Azərbaycanlı ailələri heç olmasa yaşayış şəraitini yüngülləşdir. Onsuz da onlar Füzulidəndir, qayıdış planında gedəcəklər. Qayıdış planında onların qayıtmasının müddəti hardasa bir 3 il, 5 il söhbəti var hələ. Hələ onların kəndi hələ orada başlanmayıb, təməl qoyma mərasimi də heç olunmayıb. Hörmətli Yasama rayon icra hakimiyyətinin başçısı, hörmətli Qaçqın və Məcburi Köçkünlər Komissiyasının iş üzrə idarə rəhbərləri, sizdən xahiş edirik. Əliyeva Nailə Yusif qızının həyat yoldaşının Qarabağda xidməti zamanı Daxili İşlər Nazirliyində rəhmətə getməyi əlaqədar indi onun ailəsi çöldə qalıb. Yeri də dedim sizə. Yasama rayonu həkimləri təkmilləşdirmə institutunun yataqxanasından. Bax bu dəqiqə məni aparın baş redaktorum. Sizə buradan 20 dənə boş otaqdan hamısına bolonqo çox gözəl otaqlardır. Heç kimdə yaşanmır. Orada yaşayanların 204 otaqdır orada. Orada yaşayanların 50%'nin ora aidiyyəti yoxdur. Hamısı kirayeşin qalır. Heç onun nə qaçqınlara aidiyyəti var, nə məcburi köçkünlərə aidiyyəti var. Niyə işləmirsiniz? Hara baxırsınız? Həkimləri təkmilləşdirmə institutunun prorektoru deyir, mənim burada həkimim qalmır ki. Orada yer yoxdur ki, mənim həkim bura tutaq ki, seminara gələndə rayonlardan. Burada mənim yerim yoxdur. Özləri üçün yer təşkil edirlər. Sizə mən bir də xahiş edirəm. Xahiş edirəm ki, o qadının evlə təmin olunmasına köməklik edin. Ən vacib isə orada hələlik bir 50% yaşayanların çoxu, yaşlı qadınlar, uşaqlar, onları qazdan təmin edin. Qış vaxtıdır, soyuq vaxtıdır. Azərqaz, ASC-nin rəhbərinə deyirəm. Biz dedim axı, istəyirsiniz, dünya bilsin, Macaristan bilsin ki, Azərbaycan qazı ora gedir. Amma Bakıda həmən qazı vermirlər. Sizcə bu dövlət başçısına təhqir deyil, təhdid deyil. Hələ üstəlik siz bu hərəkətlərinizlə cəmaatımızı dövlət başçısına qarşı qaldırırsınız. Dövlət başçısı tək adamdır. Görürsən həmişə gəzir orada, indi Qazaxıstandadır. Orada, burada gedir. Dünya arenada, beynəlxalq aləmdə Azərbaycanı tanıtdırır. Azərbaycanın haqq yollarını göstərir. Azərbaycanın sülhməramlı bir dövlət olduğunu göstərir. Hamı ilə sülhlə yaşamağı göstərir. Müstəqil, azad dövlət kimi sözünü deyir. Neynəməlidir? Görün nə qədər problem var. Siz də oturubsunuz burada, deyirsiniz biz iş görürük. Xeyr, siz büdcəni tanıyırsınız. Sərvətimizi tanıyırsınız. Ona görə cavab verməli olacaqsınız. Hələlik isə zəhmət olmasa, Yasama rayon icra hakimiyyətinə də aiddir. İmkanı var. Yoxdursa ki, dedim mən, məni dəvət edin. Telefonum da var, dəvət edin. Mən sizə gedim, bax, həkimləri təkmilləşdirin. 20 nəfər ailəni yerləşdirim orada. Otaqlar da var, hamısı da boşdur. Kim bilir nə ilə məşğuldur. Zəhmət olmasa onun böyründə tökçəniz yığışdırın. Kolxoz bazarına döndərmişsin Bakının mərkəzini. Gözəl bax, Yasama rayonu Azərbaycanın sevilib seçilən mərkəzi rayonlardan biridir. Gedin baxın nə günə qoymuşsunuz. Təmizliyinə baxın. 5 nəfər, 6 nəfər turba çəkib onların bütün qazlarını kəsirsiniz. Fövqəladə Hallar Naziri məsuliyyətdən boyun qaçsın. Sonra bu qaz çəkilməlidir cəmaata, qış vaxtında. Soyuqda nə eləsin balaları? Bu qədər. Sizdən cavab gözləyirik. Sağ olun. Gələn görüşlərə qədər.